Niyəsə suzurdular. Amma indi hamısı danışır ki, biz o filmdən narazıyıq. Elə onda da narazıydıq, indi də narazıyıq. Gəlin belə danışaq da, hamı deyə bilməz bu sözü. Mən kimi danışdırdım dedi. Desinlər də. Bu, yəni orada bir qan qusma səhnəsi var, o asma xəstəliyindən vəfat edib. Gəlin belə danışaq da, desinlər. Deməyə nə var ki? Şahmar müəllimə qədər o mövzunu qaldıran yoxdur. Mən cavab verəcəm. Material çəkilməmişdi. Və ondan sonra da çəkilmədi. Və indi kimsə deyə bilər ki, tutaq ki, orada qan qusmaq səhnəsi var. Qan qusmaq, əgər onu deyən onu başa düşmürsə, o kinonu biz çəkəndən sonra, oynayandan sonra başa salası deyilik axı. Qan qusmaq dövrdən gedir ki, bu insana qan qustururdular. Söhbət orada məhz ondan gedir. Mən təkrar edirəm, o ki qaldı kimsə, nəyisə bəyənmirsə, elə tarixi filmlərdə məsləhətçilər olur. Bayaq dediyimi təkrar edirəm. Zamanında irəli gələydilər. Bəli. Zamanında irəli duraydılar. Bilirsiniz, vaxt vardı ki, o film çəkiləndə məni 2 dəfə küçədə döydürmüşdülər. Mən Loğman Kərimovu. Ki, Əliyağa Vahid kimdir ki, onun haqqında film çəkilir? O danışanlar o haradaydılar onda. O film ilk film idi ki, indiki Heydər Əliyev sarayında, o vaxt Respublika sarayında. İlk premyera idi orada, bədii filmin premyerası idi. Bütöv salon, o boyda salon, ayaq üstə filmi alqışlayırdı. O film yeganə filmdir ki, siz gedib Bakıda işləyən kinoteatrlardan soruşa bilərsiniz. O film o zaman Nizami Kinoteatrı, Azərbaycan Kinoteatrı, yəni əsas Vətən Kinoteatrı və digər kinoteatrların hamısında 40 gün, gündə 3 seans işlədi. Biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq.